Paytaxtda ümumi lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr edilən tədbirlər keçirilir. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 92 ili münasibətilə Binəqədi rayonunda keçirilən Gül bayramında rayon icra hakimiyyətinin başçısı Xaləddin İskəndərov, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Heydər məscidindən başlayan və Üzeyir Hacıbəyov küçəsi boyunca davam edən Gül bayramında məktəblilər və bağça uşaqları Ulu Öndərə, Azərbaycana və vətənpərvərliyə həsr olunan şeirlər və musiqi parçaları səsləndiriblər. Təbii güllər və çiçəklərdən xüsusi zövqlə hazırlanan Ulu Öndərin portreti və imzası, Heydər məscidi, Bakı 2015 ilk Avropa oyunlarının loqosu, bu oyunların simvolları olan nar və ceyran, eləcə də Avropa oyunlarında təmsil olunacaq müxtəlif idman növlərini əks etdirən kompozisiyalar bayram tədbirinə əlavə rəng qatıb. Məktəblilər və gənc idmançılar tərəfindən Avropa oyunlarında təmsil olunacaq idman növlərinin təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Ulu Öndərin anadan olmasının 92 illiyinə həsr olunan Gül bayramı rayon icra hakimiyyəti tərəfindən 246 sayılı tam orta məktəbin qarşısında təşkil olunan geniş konsert proqramı ilə davam edib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Xaləddin İskəndərov, dövlət başçısının sərəncamına əsasən tərəqqi medalı ilə təltif olunan Qızıl Aypara Cəmiyyətinin rayon şöbəsinin sədri Afət Quliyevaya medalı təqdim edib. Bayram konsertində Respublikanın tanınmış incəsənət ustaları və rayonun istedadlı gənclərinin ifasında Azərbaycana və Ulu Öndərə həsr olunan mahnılar səsləndirilib. Gül bayramı münasibətilə təşkil olunan konsert proqramı gecə saatlarına dək davam edib.